Hər birinizi salamlayıram, xoş gördük. Bu yeni verilişlərə başlayıram və inanıram ki, siz bu verilişlərə qısa da olsa vaxt ayırıb bizimlə olasınız. Sıx və yaxın münasibət quraraq müzakirəyə qoşulacaqsınız, öz fikirlərinizi bildirəcəksiniz və inanıram ki, bundan biz nəsə yenilik bizim həyatımıza gələr. Və bugünkü mövzunu istəyirəm sizin qarşınızda açam. Daxili azadlıq və yaxud ki, mən öz daxilimi necə idarə eləyirəm və yaxud ki, idarə eləyə bilirəmmi? Bu, hər birimizə yaxın və vacib mövzudur. Mən inanıram ki, siz özünüz də öz qəlbinizi, öz düşüncənizi və daxilinizdə nə baş verir, hərdən müşahidə eləyirsiniz vaxtınız olanda. Və bir imanlı kimi mən bugün sizi dəvət eləyirəm müqəddəs kəlama, Bibliyaya və təklif eləyirəm ki, biz Bibliyaya baxaq. 1-ci Korintli 12-ci fəsildə, əgər biz diqqətlə kəlama baxsaq, burada yazılıb ki, mənim üçün hər şeyə icazə var. Deyirsiniz, lakin hər şey xeyir vermir. Mən də hər şeyə icazə var deyə bilərəm, amma özümü heç bir şeydə tabe etməyəcəyəm. Və burada çox dəqiq bizə məlumat verilir və bizə göstərilir. Pavel burada nə deyir? Deyir ki, hər şey mənə icazə var. Yəni ki, təsəvvür eləyin ki, balaca uşaq necə öz həyatını yaşayır. O tam düşüncəsi olmayaraq, o nə istəyir, həyatda eləyir. Ona görə ki, onun həyatdan anlayışı yoxdur. Amma bugün biz hər bir Bibliyaya, müqəddəs kəlama nəzər eləsək, biz görə bilərik ki, hər bir azadlıq arxasınca məsuliyyət daşıyır. Və bu məsuliyyət hər bir insanın həyatını təsir eləyir. Hər bir seçimin nəticəsi var. Hər bir seçimin yolun nəticəsi var. Hansı yolla mən gedirəm? Və bugün biz bu ətrafımıza çətin həyata baxsaq, biz görə bilərik ki, həqiqətən çətindir yaşamaq. Doğrudan da insanlar əziyyət çəkir. Və biz burada öz ətrafımızda olan iblisin əməllərini nəzərə almırıq və hər bir zaman öz məğlubiyyətimizi kiminsə üstünə atırıq. Və burada sizin diqqətinizi yenə də kəlama cəlb eləmək istəyirəm ki, məsuliyyət çox vacibdir. Düzdür, çətindir hər gün nəzirində bir qərar verməyə. Amma istər-istəməz biz müşahidə edirik ki, gün ərzində biz çoxlu qərar veririk və bu qərarlar bizim həyatımıza təsir eləyir. Bu qərarlar, əgər biz bugün kəlama baxsaq, biz görə bilərik ki, nə qədər bu kəlam bizə köməkçidir. Əgər biz bugün müqəddəs kəlama baxsaq, biz görə bilərik ki, o kitabda əvvəldən axıra kimi bizim həyatımızın məsuliyyəti, yaşayışı, tövsiyələri və qanunlara orada hamısı dərc olub və bizə göstərilir. Biz əziyyət çəkməmək üçün, xüsusən İncilə sizin nəzərinizi, diqqətinizi çatdırmaq istəyirəm. Xüsusən İncildə orada həyatımızın hər bir sahəsinə məsləhət var. Əgər biz kəlama və İncilə diqqətlə yanaşmırıqsa, oxumuruqsa, o barədə düşünmürüksə, hər dəfə biz seçim qarşısında duranda biz əziyyət çəkəcəyik. Niyə? Ona görə ki, bizim həyatımız həm cismani təbiətimiz, həm də yeni həyat İsa Məsihdə bu çox fərqli həyatdır və cismani təbiətdən irəli gələn bizim düşüncələrimiz, gözlərimiz görən istəkləri biz öz gücümüzlə kəlama və Tanrıya və istəyimizə tabe eləyə bilmirik. Onda da bizə İsa Məsih lazımdır. Onda da İsa Məsihin sevgisi lazımdır. Və o sevginin gücü ilə, necə Romalarda yazılıb, biz o çətinlikləri dəlib keçə bilək.
İnanıram ki biz bu görüşlərdə siz də müzakirəyə qoşulacaqsınız və biz bir yerdə araşdırıb o azadlıq mövzusunda sizin də marağınız var, diqqətiniz var və orada da biz müzakirə eləyərək görəcəyik ki, həqiqətən bizi idarə edən kimdir və nə üçün bizə kəlam vacibdir və biz hara diqqətimizi yönəldək. Çox sağ olun ki, vaxt ayırdınız, bizimlə oldunuz və inanıram ki, gələn görüşlərdə mən bu mövzunun biraz da dərinə gedəcəm və siz yazdığınız kommentlərlə, mesajlarla nəticəsində mən bu mövzunu cəmləşdirib sizə çatdıracağım. Qoy Tanrı hər birinizə xeyir dua versin. Çox sağ olun ki, bizimlə oldunuz.